İnsanların xarakterini, məsələn, xüsusi olaraq da onların ailə nikah məsələlərində, xüsusi olaraq da o boşanmaların, bədbəxtçiliyə gətirib çıxarmaların nəticələrini mən görürəm ki, əsasən bürclərin uyğunlaşmamasından əlaqələndirirsiniz. Ekiz dünyaya gələn insanlar var, şəxsən mən tanıyıram. Hansı ki, onlar bir bürcdə, bir saatda, belə deyək ki, eyni zamanda dünyaya gəliblər. Sadəcə olaraq xasiyyətləri başqadır. Mən burada nə bilmək istəyirəm? Bəlkə bunların sonradan düşdüyü mühitlərin də burada rolu var. Tutaq ki, insanın yaşadığı ölkədən, yaşadığı, məsələn, deyək ki, ailəsinin özündən, tutaq ki, məsələn, ağrılı, acılı bir talih yaşayan, həyat yaşayan, həbsxana həyatı kimi, məsələn, daha müharibə həyatı kimi yaşayan insanlarda bəlkə də o xasiyyət dəyişir, aqressiya, məsələn, müəyyən mənfi xüsusiyyətlər təzahür eləyir. Yaşadığı mühitlə asılıdır bu. Sonra dəyişə bilirmi? Yoxsa bu necə? Tural bəy, bu hər şey tərbiyədən asılıdır. Yəni, bugünkü mən misal çəkirəm, ikizi misal gətirdiniz, hərə bir xasiyyətlədir. Mənə deyirlər ki, məsələn, qızıl qızıldır da. Qızılın ancaq 120 unsiyası var. Biri var İtalyan qızılı, Rus qızılı, biri də var ki, Hindistan qızılı. Yəni, qızıl qızıldır. Yəni, tərbiyənin bu müstəsna rolu var. Məsələn, mənim ən yaxın əziz adamım var. İkiz dünyaya gəliblər. Uşağın birisinin nənə ilə baba baxıb, birisi atası ilə anası. Nənə ilə baba baxan uşaq çox gözəl tərbiyə alıb, ata-anasına, nənəsinə çest verir. Ancaq o birisi gedir küçüdə verilənir. Ancaq eyni bürcdəndirlər. Ancaq genetik cəhətdən eyni xüsusiyyətdədirlər də, eyni bürcdə doğulurlar. Eyni zövqə, bəli, eyni. Onların bir xasiyyəti var. Məsələn, oxatan bürcüdürsə, şir bürcü, oxatan qoç bürcüdürsə, yerdən bir kisə qızıl da tapanda, bir paçka pul da tapanda qaldırır, görsədir ki, bu kimindir? O haram ona düşmür. Tərbiyə siz 10% ola bilər ki, cibinə qoysun, geçsin. Həmişə halallığa üstünlüyü verir. Düz tərbiyədə olmayan da, hətta mən belə kobud çıxır, zonda yatan, belə qoççu oxatan var, oranın gülüdür. Düşüb də şərrəni düşüb, nə bilim, nə hadisədən düşüb, ancaq orada primeradır, nümunədir. Yəni ona görə də bir var qaymaq, bir var eyran. Yəni bu gecə gündüz Allah Taalamız özündən başqa qurban olduğum, dinli imanlı adamam özümdə. Yəni bugün hər şeyi cüt yaradıb özündən başqa. Gecə gündüz yaxşı, pis, mənfi, müsbət. O deməkdir ki, mənfi enerjili pisdir. Xeyr, mənfi enerjili düzgün tərbiyə alanda müsbət enerjilidən də yaxşı olur. Tərbiyə burada 100% rol gedir. Mən bugün tərbiyə olmasaydım, çətinlik çəkməsəydim, hətta deyərdim ki, anam mənim mərdi-mərdanə, bu söhbətin yeri yoxdur. Mənim gözümün odunu alıb 18 yaşa kimi, məni aparıb qoyub internet məktəbinə, deyir ki, sən burada oxuyacaqsan. Baş üstana. İndiki uşaqları internetə qoymuyorlar, ata. Dərs keçirlər. Yəni, bugün o tərbiyənin, o mərifətin sayəsində mən bugünlərim sizin yanınızda studiyadayam. Xalqıma xidmət eləmək üçün kes verirəm. Nəyə görə ki, mən konsepsiya işləmişəm ki, məndən sonra gələn insanlar əziyyət çəkməsin. Nikah uğurlu olsun. Hər ailəyə mən sevinci bəxş edirəm. Məni belə qələmə veriblər. Cərullah mənim, siz aşk doktorusunuz, halaldır sizə. Yəni bu cədvəl indi reklama gedəcək. Bunu hər bir insan evində kiselib qoymalıdır. Bu kitab şəklində mən təqdimatı gələn Allah qoysa bu işi üzü görəcək. Taylı tapmayanın günah hava ilə keçər. Bu söz elə bir biniyə qədimləndir. Bir də ona deyim ki, bir misal var. Deyir ki, məsələn, misal çəkilir. Deyir, biri od olanda biri su olsun. Bu söz, bu misal düz deyil. Biri od olanda biri hava olmalıdır, həlim olmalıdır. Biri od, biri su olanda su odu söndürür. Su özü də donur. Burada ölüm gedir. Bu necə od su olmalı? Yəni bir ailədə od su, odla su o bürcündə nigaha girənlər var. Məsələn, qoççil oxatan, xərçəng əyri. Hamısı boşanıblar. Heç yaşamırlar, arxa-arxaya yatırlar. Mən bunu loru deyirəm, kobud deyirəm. Yəni bunu 120 dənə mənə faktım var. Əlimdə əsasım var. Gəlin proqramlarda dəvət edərsiniz, böyük məmnuniyyətlə gələrik, iştirak edərik. Mən çox kanallarda da bir neçəsində olmuşam. Ancaq mən fəxarət bilirəm ki, mən bu elmdən məşğulam. Mən sadəcə istəyirəm ki, xalqıma bir tövhə verim. Mən istəyirəm ki, minlərlə, 10 minlərlə, 100 minlərlə savadlı insanlar var. Çox heyfçilər olsun ki, bu elmdən bir xəbərdir. Mən gülmürəm, mən ürək arısı ilə bunu qəbul edirəm. Yəni bu əlifbadır. Əlifbanı bilməyən adam ana dilində danışa bilmir. Əlifbanı bilməyən adam heç bir psixologiyadan danışa bilməz. Bir ailədə 7 qardaş var, hərənin bir xasiyyəti var. Ata, ana bambaşqadır. Ümumiyyətcə deyirəm ki, əgər mənə qulaq asan televiziya tamaşaçıları, odla torpağın bir misal gədirəm. Qız bürcü ilə qoç bürcü hamısı boşanıblar. Bu faciədir. Bunun izinə düşmüşəm, 30 ildir. Ancaq digər bunu həyata keçirə bilmirəm, qulaq asan yoxdur.
Bu nikaha girmək cinayətdir. Cinayətdir, torpaqla odur. İkisi də savaddır, ikisi də qabiliyyətdir. Sabah gün 2 dənə uşaq var, boşanır, özü mehribançılıqla boşanırlar. Onlar bir-birinə düşmançılıq eləmirlər. Ona görə ki, bunlar müsbət enerjilər insanlar. Mənfi enerjili insan da boşananda, o onu təhqir edir, bunu söyür. Yəni, düşmançılıq axıracan gedir. Ancaq müsbət enerjili adam, məsələn, şir bürcüsənsə, sən həyatında baş versə, deyirsən ki, imkan verəcəksən ki, get anası ilə görüş, anası deyir ki, get atanla görüş. Yəni, müsbət insanla yola getməyə nə var ki? Ümumiyyətcə, mən çalışardım ki, bugünlərim hökumətimizi də elə müsbət enerjili insanları idarə etsin. İnşallah. Cəlal bəy, deməli, bürclərin xüsusi olaraq da insan taleyində rolundan siz qeyd elədiniz, amma bürclərin fiziki cəhətdən insanın cismində rolu. Məsələn, mən mənbələrdə rast gəlmişəm, tutaq ki, misal deyim sizə. Məsələn, günəş ulduzunun təsiri altında olan, belə deyək də, o indi astroloji dilində deyək, nücum dilində deyək, günəş, yəni planetinin belə deyək. Doğulan insanlar. Doğulan insanlar, məsələn, şir bürcü, indi siz daha yaxşı bilirsiniz də, günəşin təsiri altında. Məsələn, bunlarda ürək zəifliyi, ürəyə təsiri. Məsələn, xərçək bürcündə su ünsürü olanların beyin zəifliyi. Onların rolu da varmı? Xəstəliklərdə də rolu varmı? Bugün təbabətdə tibb institutunda bu əsas tibb institutuna aiddir. Yəni astrologiya. Astrologiyada 12 dənə bədən quruluşunda hissə var. 12 bürc, 12 hissə. Qoç bürcü başı idarə edir, gözləri idarə edir. Ağıl, zəka. Şir bürcü onurğa sütunundan ürəyi idarə edir. Ən zəif yeri odur. Oxatan bürcü qan damar sistemini. Görürsünüz, nə qədər oxatan istir qadın var, görürsən 25 yaşında damar partlayıb çıxır. Yəni, ən necni yeridir. Zəif yerdir. Zəif yerdir. Boğa bürcləri. Ömrü boyu yayda da boğazına şaf salıb gəzirlər. Onların bir dənə istəkan su içəndə aslajiniya verir. Qulaq hissəsi. Yəni, məsələn, əkizlər bürcü qolları idarə edir. Yəni, xərçəng bürcü mədə sizi qarın nahiyəsidir. Məsələn, ən çox, əstağfurullah, xərçəng xəstəliyinə tutulanlar da elə xərçəng bürcündə olanlardır. Balıq bürcü də ayaqları idarə edir. Yəni, bugünkü gündə əqrəbdəki silik yolları. Yəni, ən necli yeri, urologiya balinsasına gelirsən, görürsən, hamısı böyründən butulka taxıb gəzib, hamısının soruşdan əqrəb bürcüdür. Yəni, %100 təsiri var bunun. Xoş oldu. Mən sizə təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyiniz üçün. Çox sağ olun, minnətdaram. Bir dənə də bir söz əlavə eləmək olardı da. Bizim astrologiyanın ağsaqqalı Hacı Firidun Qurbansoyun bir kitabı var, çıxıb 5 il bundan qabaq. Sevdiyini tanı, tanıdığını sev. Yəni, o kitaba müraciət eləsinlər. Yəni, orada hər şey demək olar ki, var. Bunu cavanlara üzüm tutub deyirəm, savadlılara. İndiyə kimi evlənənlərlə işim yoxdur. Onların elə bil ki, köçdü, onların getdi zamanəsi. İndən sonra evlənənlərin ən analoji, ən ağrılı yeri, bugün hamısı qorxudan heç bir evlənmir. 30-35 cadıb çəkinirlər. Nişan qaytaran qızı da almaq lazımdır, bürcü düz gəlirsə. Nə olsun ki, o demək deyil ki, o gəzib neyiniyib. Yəni, mən xalqıma əmin-amanlıq, bir nömrəli elmlərin şahı olmayan astrologiyaya sevməyə arzulayıram. Yəni, bu elmin bu bölümü şahanədir. Mən bu elmlə yaşayıram. Mənə ölümüm elə bunun üstündə olsun. Mən özümü deyirəm. Mən bunu o qədər sevirəm ki, bu elmi. Mən Rengen kimi tanıdığım Bakı şəhərində 40 il yaşadım. Tanıdığım hamısının kodunu bilirəm, doğum tarixini, xasiyyəti ilə. Mən yenə deyim, svetoforda qız oğlana mən bu cədvəli verirəm ki, cədvəl əsasında ailə həyatı qur. Bu da effektini verib, hər bir adam, bəlkə mən yüzlərlə toya dəvət ediblər, mən toyda yarım saat iştirak edib, mikrofonla sözümü demişəm, hamısı əl çalıblar ki, həqiqət və mənim dostlarım deyir ki, sən bu elmi çıxıb, afşirvıt, insanlara çatdırmırsansa, sən əzab çəkəcəksən o dünyada. Çox sağ olun, Cəlal müəllim, təşəkkür edirəm. Sağ olun.